Deməli, yaza bilmişik zamanlar idi, hə, bizdə. Attım da mən cavabları. Yoxlamısınız onda. Bəli. Gəlin onda səhvlərimizə baxaq. Birə baxaq da mənim. 1. Deməli, bir də bizdə söz olaraq yesterday sözü işlənib. Hansı zamanınki idi bu? Keçmiş zamanda inverted olacaq, amma mən had invited götürmüşdüm. Onun fərqi nədir ki, hadlə? Mən hələ keçən dəstəni have-has danışmadım. Çünki ancaq sadələri keçdik. Have-has artıq bitmiş zamandır. O tamam başqa bir zamandır. Orada bugün danışacağım o haqqda. Yəni biz burada have-has götürməyəcəyik. Biz burada sadəcə, bax, keçmiş zaman gördüyün yesterday, ago, last. Sən sadəcə və sadəcə idi olan bir feil götürməlisən. Onun qarşısında heç nə olmamalıdır, sadə. Çünki bu sadə zamandır. Sadəcə invited olacaq. Aydındır, mənim üçün 3 verdim. 3-də. Şərt budaq cümləsi if. If-dən sonra hansı zaman gəlməzdi? Sadə zaman işlənir if-dən sonra. İşlənir. Gələcək zaman olmaz. gəlmir. Gəlmirdi. Bax, gələcək B-də var, gələcək Y-də var. Had sadə deyil artıq, bu da çıxdı. Sadə bir A variantı var, indiki sadədir. Bir də C variantı var, keçmiş sadədir. Biz tez gedirik cümlənin ikinci hissəsinə baxırıq ki, burada hansı zaman işlənib? Gələcək zaman. Gələcək. Gələcək də hansı zamandan uzlaşırdı? İndiki ilə uzlaşır. İndiki ilə. Cavab A variantı. Sonra. 16. 7 var məndə. 7. Yenə burada bir dənə gələcək zaman var. As soon as-dən sonra yenə sadə gəlməlidir onsuz. Sadə gəlməli deyə B-ni silək, Y-ni silək, A-nı silək. Heard keçmiş zamandadır, hears də indiki zamandadır. Gələcək zamanda ancaq uzlaşır indiki ilə. Ona görə D variantı. Hear eşitməkdir, onun keçmişi olur heard. Sonra Bir də ona baxaq da. 10. Before var. İndi before'dan sonra da yenə o birsilər kimi sadə zaman gəlməlidir. Ona görə C-ni silək, Y-ni silək, D-ni silək, qalsın A və B. Və baxıram birinci tərəfə ki, birinci tərəf hansı zamandadır? Had landed. Keçmişin bitmişindədir. Had onsuz da keçmiş zamandır da. Mən buna görə də reach yox, götürəcəm A. Reached. Çatdı. Keçmiş. Keçmişsə keçmişdən götürəcəksən. Sonra 13. 13. Yenə if var. Silək will'i. Silək bitmişi sadə gəlməlidir. Qalsın A, D, Y. Was cancelling da onsuz davam edicidir. Bizə sadə lazımdır. Onu da silərik. A və Y arasında qalırıq. Tez gedirik ikinci tərəfə ki, görək ikinci tərəf hansı zamandadır? Will be valid. Will keçmiş olduğuna görə, gələcək olduğuna görə biz orada götürəcəyik indiki. İndikinin sadəsini. Ona görə Y variantı. Sonra 14. I don't eating chicken, I eating fish. Aha, bax, don't verib. Don't indiki zamanın inkarı idi da. İndiki zamanın inkarı olduğuna görə bu like-dı buradan silək. Don't-dan sonra to gəlmir. Don't go, don't play, don't speak belə deyirik də. To demirik. Don't like deyirik də. Likes demirik. Likes təsdiqdir. Üçüncü şəxsdə işlənir ancaq. Birinci tərəf like-dır. I don't like eating chicken. Toyuq yeməyi xoşlamıram. İkinci tərəfdə də I-dır. I-ın da feili nə olacaq? Yenə like olacaq. Biz feilin sonuna nə zaman s yazırdıq? S o zaman yazırdıq ki, bizim mübtədamız she, he, it. Bunlardan birini olsun, üçüncü şəxs olsun. Üçüncü şəxs olmadığı halda biz orada s yazmırıq. Ona görə cavab
olacaq Y variantı. İkisi də like. Müəllim, biz sevmirdik ki, feilin sonundakı S nöqtədən təşkil olduğunu bildirir. Aha, Bu da nöqtədə təşkil belə baxanda. ola bilər. Amma biz belə demişdik ki, feilin sonundakı S ancaq üçüncü şəxslərlə işlənir. Üçüncü şəxslərdə kimdir? Ay birinci şəxsdir də, mən. Mən birinci şəxsəm. Üçüncü şəxslər ancaq he, she, it, o. Üçüncü şəxsin təkinlə işlənir demişdik. Bildim mən. 16. 16. Bircə dəqiqə tələbəni qəbul edeyim. Aha, 16-da. Bax, deyir ki, Martin, sən bacın hardadır? O da deyir, səhər yemək yeyir. Sən bacın hardadır deyirəmsə, where is your sister? Burada oldu mu is? Məndən birini soruşurlar ki, filan kəs hardadır? Mən də deyirəm ki, səhər yeməyi yeyir. Əgər onun harda olduğunu məndən soruşurlarsa, deməli o insan hal-hazırda hansısa bir işlə məşğuldur da. Səhər yeməyi yeyir cavabını verirəmsə, deməli onun səhər yeməyi yemə prosesi hələ davam eləyir. Hardasa bir yerlərdə səhər yeməyi yeyir. Ona görə o hissəni davam edici ilə verməliyik. Davam edici ilə verəndə də she olduğuna görə is olacaq, izdən sonra da ing olacaq. O da bir dənə uyğun gəlir A variantında. Filan kəs hardadır? Səhər yeməyi yeyir. Yəni hal-hazırda bu insan orada səhər yeməyi yeyir. Ona görə A. 18. İndi bax, her best to improve her English. Deyir, ingiliscində belə bir ifadə var. Do. Once, yəni kiminsə. Do one's best. Əlindən gələn ən yaxşısını etmək. Do, etmək deməkdir. İndi mən də baxıram ki, bunun do'sunu verməyiblər də burada. Bunun do'sunu burada verməyiblərsə, mən bura inkar didn't, don't filan götürə bilmərəm. Çünki onda belə olur, she didn't her. Do does did nəyi inkar eləyir? Feili inkar eləyir də. Deməli, bunlardan sonra feil gəlməlidir. Məsələn, mən etmirəm deyəndə, bu ingilis dilində etmədim deyəndə belə olmalıdır. Didn't do, etmədim. Nə bilim, getmədim, didn't go. Yəni, inkarlardan sonra mütləq feil gəlməlidir. Mən də baxıram ki, nöqtələrdən sonra feil yoxdur. Her gəlib, əvəzlikdir. Feil yoxdursa, mən bu didn't-ı götürə bilmərəm. Çünki əvəzliyi inkar eləmiş kimi bir şey olur. Elə bir şey də ola bilməz axı. Didn't do olmalıydı orada. Don't ümumiyyətlə she ilə don't gəlmir. Olsa da yenə səhvdir, yanında feil yoxdur. She ilə do da gəlməz. Üçüncü şəxs olduğuna görə does gələrdi. Qaldım bir dənə did-lə have-lə. She ilə have də gəlməz. She ilə has gəlməli idi. Ona görə oldu B. Do etmək sözü keçmiş zamanda etdi olanda olur did. She did her best to improve her English. İngilis dilini yaxşılaşdırmaq üçün əlindən gələni etdi. Ona görə B. Aydındır? Bəli, müəllim, aydındır. Sonra 25. 25. 20. 20. What will you do next week if? Bax, yenə if var. If'dən sonra sadə. Burada will olduğuna görə gələcək. Gələcəyin də padruqası indiki zaman. İndiki zamanda nədir? Is, are. Baxırıq the weather, hava. Hava üçüncü şəxsdir, təkdədir, it də hava. Ona görə nə götürəcəyik? Is, D variantı. Hava, gələn həftə deyir, nə edəcəyik, əgər hava yaxşı olsa? Sonra 25. 26. Who the telephone? Deyir, telefonu kim ixtira elədi? Belə bir sualdır. Ümumiyyətlə bir şey yadınızda saxlayın ki, əgər sual cümləsidir,
və siz o sual cümləsinə who, kim və yaxud what nə ilə sual verirsinizsə, yəni mübtədaya sual verirsinizsə, mübtədanın sualı nədir? Kim, nə? Mübtədaya sual verirsinizsə, orada heç vaxt köməkçi feil işlənməyəcək. Yəni do, does, did bunlardan istifadə olunmaz. Ona görə C variantını sildik. Ümumiyyətlə sual cümlələrində köməkçi feillə əsas feil yan-yana gəlməməlidir. Did köməkçidir, do, does, did köməkçidir də. Invent də ixtira eləmək də əsas feilimizdir. Bunlar sualda yan-yana gələ bilməzlər. Birinci səhvi budur. İkinci səhvi mübtədaya sual veriləndə do, does, did ümumiyyətlə işlənmir. Budur. Üçüncüsü də demişdik, did olan yerdə feilin kökündəki idi düşməlidir. Bu, hər tərəfli C variantı səhvdir. İkincisi yenə mübtədaya sual verəndə ingilislər xəbəri təkdə götürür. Mübtədaya sual verirsinizsə əgər xəbəriniz tək olmalıdır. Tək xəbərdə hansı idi? Sonu s-la olanlar idi. Have yox, has məsələn olmalı idi. Qaldıq A da getdi. Çünki indiki zamanda dedik, əgər mübtədaya sual veririksə, xəbər təkdə olmalıdır. Invent yox, invents olmalıdır. Bir dənə də sadə keçmişimiz var. İndi telefonu kimsə indi ixtira eləmir ki, telefon artıq ixtira olunub, bitib, keçmişdə olub. Ona görə deyəcək ki, who invented the telephone? Telefonu kim ixtira etdi? Keçmişə aid bir hərəkət olduğuna görə biz burada B variantı götürməliyik. Telefonu kim ixtira edir olanda sadə zaman, indiki sadə zaman, yəni hansısa bir faktdan danışırıqsa və yaxud nə bilim adət halını almış hərəkətdən danışırıqsa, telefonun ixtira olunması adət halını almış hərəkət deyil, axı o keçmişdə olub, bitib. Ona görə biz keçmiş sadə götürəcəyik. Kim ixtira etdi telefonu? 26-da 7 onda. 26-da da Y yoxdur. Niyə? Y indiki zamanda axı. Amerika Kəşf olunub bitdi. Ona görə keçmişdə gətirir. Ona görə keçmişdə götürür. Who discovered America? Amerikanı kim kəşf etdi? Keçmişdə olub da bu onsuz da. Keçmişdə olan bir şeyi keçmiş sadədə verəcəyik. Discovers odur ki, kim kəşf eləyir Amerikanı? Yəni sanki Amerikanı kəşf eləmək adət halını almış bir hərəkətdir. Vərdişdə hər həftə kimsə Amerikanı kəşf eləyir. Keçmişdə oldu, qutardı. Ona görə keçmiş sadə. Sonra 27 mən. harda every sözü gördüksə, orada sadə zaman, indiki sadə zaman götürməliyik. Burada da sadə olan bir A-dır, bir də D-dir. James də üçüncü şəxs olduğuna görə, he olduğuna görə biz orada sonunda S götürməliyik. Visits, D variantı. Sonra Otuz səkkiz. They in safety at the village 2 days ago. Ago hansı zaman göstəricisi idi? Keçmiş zaman. Keçmiş. Burada da keçmiş Evet. hansıdır? Arrived. Arrived. Bəli, C variantı. İdinlə olan. Sonra başqa sualınız? Məndə yox. 85'e kadar yoksa 85. Var kimdəsə 85-ə qədər? İndi bax when var burada. When'dən sonra hansı zaman gəlir dedik biz? Gelecek zaman gelmiyor. İndiki sadece zaman gelmiyor. Sadə. Ya indiki sadə, ya keçmiş sadə. Və gələcək gəlib ikinci tərəfdə sildik, bitmiş gəlib sildik. Ya indiki sadə gələcək, ya da keçmiş sadə gələcək. İndi indiki gəlsə, indiki ilə uzlaşmalıdır, keçmiş gəlsə, keçmişdən uzlaşmalıdır.
İndi şat elə bir feildir ki, onun keçmişi də şatdır, indiki forması da şatdır. Biz hardan biləcəyik? Baxırıq bizim mübtədamız kimdir? Jack. He-dir də, üçüncü şəxsdir. Əgər indiki zamanı olsa, şatın sonunda s olmalıdırmı? Çünki Jack daxı üçüncü şəxs sonunda, feilin sonunda s olmalıdır. İndi B variantında əgər mən when-dən sonra indiki sadə götürsəm, şat da indiki zamanda olmalıdır. Jack'e görə şat da şats olmalıydı burada. Ona görə B-ni götürəmirəm. C variantında started keçmişdi, uzlaşdırıblar will-lə. Gələcəklə keçmiş uzlaşmaz axı, bu da getdi. Deməli cümlə keçmiş zamandaymış. Started də keçmişdədir, shot da keçmişdədir. Shot'ın sonunda s olsa indiki zamandır, s olmasa keçmiş zamandır deməli. Ona görə cavab Y. B niyə olmadı? B, shot'ın keçmişi də shot'dır, indiki zamanı da shot'dır. Əgər mən B-ni götürsəm, starts indiki zamanda daxı, shot da indiki zamanda olmalıydı. Mən də baxıram ki, mənim mübtədam Jack-dir. Biz də demişdik ki, mübtəda üçüncü şəxs olanda, he, she olanda, Jack he-dir də, kişidir. He, she olanda indiki zamanda feilin sonuna s yazmalıyıq. Orada da shot verib, baxın, shots verməyib. Ona görə səhvdir. Shot indiki zamanda shots olmalıdır, üçüncü şəxslə. Aydındır. Başqa? Ənənəvidən qoşulan uşaqlardan var sualınız? Yoxdur, yoxdursa keçirəm. 54'e kim vermişse orak kimi yoktu yani sefer almıştım. Tamam. Axıra qədər amma yazanlar var idi deyəsən. Başqa sualınız yoxdursa, keçək bir dənə mətnlərə. Mətnlərdən hansını vermişdim? Metinlerden 43-44. 43-44. Yoxlamısınız? Bəli. Qırx üçdən səhviniz. True false da dördüncüsü. True false'un dördüncüsü. The role of the wind is great in polluting the seas and oceans. Deyir, dənizləri, okeanları çirkləndirməkdə wind küləkdir. Küləyin rolu is great, böyükdür. Aslında külər zibili gətirir, amma yəqin ki, böyük olmadığı üçün false çıxıb burada cavab. False çıxıb, bir dənə baxaq görək. Burada elə bir şey verib, onu yoxsa yox. Deyəsən, burada deyirdi ki, külək dənizdən, əksinə dənizdəki zibili filan kənara atır. Belə bir şey var idi. Cümlə var, the wind blows trash out to the sea. Bax burada. The wind blows trash out to the sea. Hə, bax bunu deyirdim. Deyir, külək zibili dənizdən çıxarır, yəni. Dənizə atılan o çirklər out deyir. Out çöl deməkdir də. Belə nəyisə hardansa çıxarmaq kimi mənasında. Blow out, yəni bir yerdən çıxartmaq. Ocean currents carry plastics and other floating trash to certain places on the globe where it cannot escape. Okeanlar da deyir, hal-hazırda plastik zibilləri filan daşıyırlar başqa məkanlara, yəni dəniz vasitəsilə, yəni su vasitəsilə bunlar başqa yerlərə gedib çıxırlar. Ona görə əksinə külək, yəni bunları külək sayəsində bu zibillər dənizdən çıxır, quruya çıxır, belə deyək. Ona görə bu səhvdir. Boşdur. Yəni çirkləndirməkdə rol oynamır. Əksinə o dənizdəki çirki dənizi təmizləyir də bir növ. Aydın. 213. 13. How was the Great Pacific Garbage Patch created? Deyir, yəni bu
Great Pacific Garbage zibil. Bu necə yarandı? Baxaq, o Pacific Sakit Okeanı deyir. Nöqtəni buradadır. Deyir ki, the largest of these areas called the Great Pacific Garbage Patch is a remote part of the Pacific Ocean. Remote uzaq deməkdir. Sakit okeanın deyir uzağındadır. Belə bir böyük bir şey yaranıb. Bu nəyə görə yaranıb? Bax, burada deyir ki, ocean currents carry plastics and other floating trash. Float da üzmək deməkdir, suyun üzərində üzmək. Okean deyir hal-hazırda daşıyır plastikləri və başqa bu üzən zibilləri müəyyən yerlərə, yəni dünyada müəyyən yerlərə bunları daşıyır okeanlar. Where it cannot escape. Harayətdə ki, onlar yoxa çıxmırlar. Belə bir cümlə. Və bununla nəticəsində nə yaranır? Böyük bir ərazi yaranır ki, onun da adını Great Pacific Garbage qoyublar. Yəni bunun yaranmasının səbəbi nədir? Okeanın bu zibilləri müəyyən ərazilərə aparıb yığması, okeanla gedib yığılma. Float sözü işləndi. Burada da float sözü B-də var. Floating trash, yəni bu üzən zibillər was carried by an ocean's current to a further place. Və eyni cümlədir. Bu floating olan hissə sinonimləri ilə əvəz eləyib. Bax, carry-ni verib, floating trash-i verib, ocean's current to a further place. Sadəcə burada remote verib, remote part. Orada further verib. O da uzaq mənasında yenə. B variantıdır. Sonra 214-də başa düşmədim. Treat müalicə etmə mənası da var. Yəni qarşısını almaq mənasında işlədilir burada. treat müalicə eləmək mənası var. Bir də davranmaq mənası var. Burada indi nə deyir? Burada deyir Burada amma heç ki, bir mənada çıxış eləmir. Yəni olan heç birindən. sewage hasn't been properly treated is a common source of water pollution. Kanalizasiyanı burada nəzərdə tutur ki, hasn't been properly treated is a common source of water pollution. Yəni su çirklənməsinin əsas mənbəsi kimi sewage hasn't been properly treated. Yəni ona su mənbəsinin əsas water pollution. Suyun çirklənməsinin əsas mənbəsi kimi onunla davranılmır, rəftar edilmir, istifadə olunmur. Bax, belə bir mənalara gəlir burada. Bir dənə baxaq görək. Medical care deyil, o müalicə eləməkdir. Kanalizasiya ilə müalicə eləmək bu getdi. Behave towards someone or deal with something in a particular way. Bax, bu 214-ün B-sindəki bunun davranmaq mənasıdır. Behave mənasında istifadə olunur. Bu da getdi. Put a material through a special process to protect it from damage. Bu C uyğun gələr. Çünki burada şeydən danışır. Materialdan. Deyə baxım. To buy or pay for something for another person. Başqası üçün nə isə almaq, ödəmək. Treatdə elə bir məna yoxdur. To consider something in a particular way. Bir şeyi xüsusi bir yolla düşünmək. Treatin düşünmək mənası da yoxdur. Burada sadəcə hasn't been properly treated is a common source. Buna deyir. Yəni bu kanalizasiya bu suyun çirklənməsinin əsas səbəbi kimi, mənbəsi kimi saxlanılmır, qorunmur. Belə mənaya gəlir. Ona da bir dənə uyğun gələcək C variantı. Onu ziyandan, zərərdən qorunmaq üçün istifadə olunan. Bax, bir dənə C uyğun gəlir burada. Çünki söhbət kanalizasiyadan gedir. Mən onu müalicə eləmərəm, ona davranmaram. O iki mənası avtomatik gedir. Treatin bir dənə də ətlərlə işlənən mənası da var. Orada da əlavə qatqısı olunmuş, bu işlənmiş ət o mənada da gedə bilər. Daha sonra 215-in üçüncüsü. Üçüncüsü. Why do aquatic animals confuse food with trash? Deyir, onlar niyə bu dəniz heyvanları niyə bunlar zibili yeməklə qarışdırırlar? Confuse qarışdırmaq deməkdir. Baxaq, bu bilsən hardaydı? Bu ikinci paragrafdaydı ki, bax deyir ki, floating trash makes the river difficult to fish in.
The trash is threat to fish and seabirds which consume. Bax, consume nədir? Tükətmək, yemək. Deyir, onlar tükədirlər plastiki, thinking it is food. Onun qida olduğunu düşünərəkdən plastik yeyirlər. Belə bir cümlə var. Burada da deyir ki, niyə deyir onlar qarışdırır onu da zibili yeməklə. Çünki bax, has so much garbage floating in that you cannot see the water. Yəni sən o qədər deyir, belə üzərində, suyun üzərində bu üzən zibillər var ki, sən sunu görə bilmirsən. Yəni zibilin çoxluğundan onlar artıq o plastiki yemək düşünürlər. Yəni oradan o mənanı çıxartmaq lazım deyə 3-ü götürürük. Başqa 215-də var əlavə yazdığınız və ya götürmədiyiniz? Mən 2, 4, 5 götürmüşdüm, 3, 4 çıxmışdı. Bir də 3 başa düşmədim orada aslında. How many people? 5-də məsələn dəqiq səndən say soruşur ki, nə qədər insan əziyyət çəkir, suyun Deyir, 21 milyon insan yaşayır, sonra half deyir orada, half yarı demək deyildi. Düşündük ki, Amma yəni deyir ki, bax, more than half of the sea, o insanları demir. Deyir ki, sewage, yəni kanalizasiyanın yarıdan çoxu və other waste produced in the city are dumped into the Yamuna River. Deyir, bu zibillərin, yəni kanalizasiyanın yarıdan çoxu, həmçinin bu tullantıların hamısı hara atılır? Bu Yamuna çayına. Orada insandan danışmır. Səndə deyir ki, amma nə qədər insan əziyyət çəkir çirklənmədən? Bildim. Sonra başqa var burada? Yoxsa keçək 44-də. $219. Trufos'da var kimdəsə? Aspire. Aspire sözü bir şeyi belə hədəfləmək, bir şeyə can atmaq, çox istəmək, arzulamaq bu mənada gedir. O da bax, aspire sözünlə desire sözü bir-birinin sinonimidir. O da arzulamaqdır, aspire də arzulamaqdır. Nail olmaq, achieve. Nəyəsə nail olmaq üçün olan güclü istək. Onun mənası aspire olur. Aspire sözün başqa mənası da var. Yox, ancaq hədəfləmək, bir şeyi arzulamaq, istəmək, can atmaq və belə. Başqa? Başqa yoxdur məndə. Bir şey deyə bilərəm. Keçən dəfə vaxtı əvvələ çəkmək barəsində dediniz. Nə üçün? Vaxtı demişdi 20:00 olsaydı yaxşı olardı, amma 21:30 oldu falan. Aha. Əgər mümkün olsa qabağa çəkə bilərik biraz. O məndə başqa qruplara əlavə olunub axı. O lap ilk başlarda mən onu təklif eləmişdim. O da çox dedilər razı olmayanlar var. Ona görə 21:30 elədilər. Sonradan artıq başqa qruplar yaratdılar deyə doldu mənim 20:00. Aydın. Tamam, başqa sualınız yoxdur? Yoxsa mən bir dənə tez zamanların ikinci hissəsini izah edeyim. Müəllim, bir söz deyə bilərəm. Bəli. Mən əyərində də qulaq asmışdım bir dəfə. Mən tam başa düşməmişdim. Əgər indi vaxt varsa, esseni necə yazmalıyıq falan, biraz məlumat verə bilərsiniz o haqda. Esseni indi belə eləyək. Mən indi zamanları izah eləyim. Siz keçən dərs zamanlarda var idiniz? Yarı hissəsinə qulaq asmışdıq bəli mən. Yəni bitmiş olan hissədə olmusunuz yoxsa yox? Mənim hamısının qulağına qulaq asmışam. Olmuşuq. Tamam. Yox, sizə belə eləyərik. Esse üçün mən artıq gələn həftə yeni esse mövzusuna başlayacağam. Çünki bütün qruplarla artıq advantage-i bitirmişik. Hətta ona esselər yazıb atıblar.
Bir dənə bizim ikinci növümüz qalıb. Gələn həftə artıq ikinciyə keçəcəm. Yəni sizdə də ənənəvidə də ikinci günü mən artıq esseyin yeni növünü izah eləyəcəm. Ona görə əslində ikinci ilə birinci eynidir. Struktur olaraq, yəni birincidə nə keçmişəmsə eyni şeyi ikincidə də izah eləyəcəm. Sadəcə 1-2 əlavəsi var. Ona görə elə ikinci gün öz ənənəvi qrupunuzda ona qulaq asarsınız. Yaxşı. Müəllimə, imtahanda esse birini yazmayacağıq. Nə etməyəcəyik? İmtahanda bir esse yazmayacağıq. Yazacaqsınız. Niyə yazmırsınız? Olmaz ki, sadəcə birinin üstündə işləyib onu daha da möhkəmləndirək. Yəni esse yazmadan. Bəli, yəni məsələn deyirsiz, Yəni o onsuz könüllüdür. Yəni kim istəyir yazmayacaq təbii ki. yəni O deyirəm könüllü. birinin üstündə işləyib onu daha da möhkəmləndirmək olmaz. O Yəni da olar. onsuz da birinin ağlı düşürdü, onu bilək. O da olar. Təbii ki, o da olar, amma bəzən elə olur ki, ikisini də eyni növ salırlar. Yəni hərəsini birindən salmırlar da. İkisi də opinion essay ola bilər, ikisi də advantage ola bilər. Yəni mütləq ki, hərəsi birindən olmur. Bilmiyorum. O məsələ olur. Ona görə sən sadəcə hər ikisinin quruluşun eyni şeydir. İndi keçəndə özünüz görəsiniz. Yenə introduction, body 1, body 2 eyni şeydir. Sadəcə birində üstünlüyündən danışırdın, birində pis tərəflərindən danışırdıq, advantage, disadvantage-də. Opinion essay-də də öz fikirlərindən, məsələn, bir mövzu verəcək, deyəcək ki, tutaq ki, məsələn, məktəbli forması geyinməlidir. Məsələn, keçən bu düşmüşdü. Bununla razısan, razı deyilsən. Bir paragraf razısansa, ümumiyyətlə esseni razılıq əsasında qurub razılığından danışacaqsan hər iki paragrafda. Əsaslandıracaqsan da niyə razısan. Amma mən həmişə uşaqlara deyirəm, neytral cavab verin. Həm razıyam, həm narazıyam. Belə. Onda daha çox məsələ yazmaq olur. Bir paragrafda niyə razısan, ikinci paragrafda da niyə narazısan. Biraz ondan danışacaqsan. Yəni struktur yenə eyni qalacaq. Sizə də yenə həmçinin 3-cü günü o hissəsini də izah eləyəcəm. Dənə essini açaq. Deməli, sadələri keçən dərs danışdıq. Bizim bir dənə qaldı burada bitmiş zamanlarımız. Perfect tense forms. Bitmiş zaman anlayışı bizdə yoxdur. Onların bitmiş zaman anlayışı nədir? Bizim Azərbaycan dilində keçmiş zamanda deyirdiyi nəqli keçmiş, şuhidi keçmiş. Nəqliyə deyəsən səhv eləmirəmsə mışmış deyirdik. Bax, o mışmışımız bizim İngilislərdə bitmiş zamanımızdır. Həmçinin ıb şəkilçisi də bizim bitmiş zamanımızda onlardır. Biz onları Azərbaycan dilində mışmış, ıb kimi tərcümə edirik. Məsələn, yatmışam, nə bilim, sındırmışam, mən gələndə o yatıb. Bax, belə bu tip cümlələrimiz bizim bitmiş zamanımız olur. Bitmiş zaman yəni nədir? Bu hadisə keçmişdə baş verib. Keçmiş dediyim necə? Bir neçə dəqiqə əvvəl, bir saat əvvəl, bir gün əvvəl, yəni belə yaxın keçmişdə baş verib. Amma nəticəsi hal-hazırda göz önündədir. Ondan qalan o nəticələr biz o hərəkəti hal-hazırda göstərə bilirik nəticə olaraq. Buna deyirik bitmiş zaman. Və tutaq ki, qab yuyanda stəkanımız düşür, sınır. Gəlib deyirsən ki, nə olub? Nə oldu? Yerdə də qırıntılar var da. Deyirəm ki, stəkanı sındırmışam. Sən soruşana qədər səndən əvvəl mən bu hərəkəti elədim. Əlimdən düşdü, qırıldı. Nəticəsi də göz önündədir ki, yerdə parçalar var. Deyirəm, stəkanı sındırmışam, mışmış. Bu bizim olur present perfectimiz, indiki bitmişimiz. Yaxud biri deyir, məsələn, çölə çıxmaq istəyirəm, valideyn deyir ki, dərslərini yaz, oxu. Deyirəm ki, tapşırıqlarımı eləmişəm. I have finished my homework, məsələn. Yəni, nəticəsi hal-hazırda bizə məlumdursa, indi göz önündədirsə, biz ona bitmiş zaman deyirik. Bitmiş zamanın quruluşu necə olur? Mübtədamızı dedik.
Mübtədadan sonra have has istifadə eləyirik. Has'i yenə kimlə istifadə eləyəcəm? Üçüncü şəxsdən. He, she, itlə. Bundan has istifadə eləyəcəyik. Qalanlarından have istifadə eləyəcəyik. Və feilimiz də olmalıdır V3 formada. Yəni feilin üçüncü forması. V3 nə deməkdir? V3 odur ki, have-dən, has-dən sonra feil qaydalı feildirsə, kökünə id artırmalısınız. Feil qaydasız feildirsə, qaydasız irregular verbs atmışıq. Bax, oradakı qaydasızdandırsa, onda sütunda öyrəndiyimiz üçüncünü götürməliyik. Üçüncü sütunu götürməliyik. Məsələn, write yazmaq. Keçmişdə olur wrote, write, wrote. Üçüncü forma nədir? Written. Write, wrote, written. Bizə bitmiş zamanda üçüncü sütun lazımdır. Written forması lazımdır. Qaydasızlarda. Qaydalılarda da kökünə bir dənə id artırmalıyıq. Bu şəkildə. Məsələn, tutaq ki, bax, deyir ki, I am very happy. Mən xoşbəxtəm. Cümlə indiki zamanda da I am very happy, xoşbəxtəm. Mən xoşbəxtliyimə səbəb nədir? İmtahandan keçmişəm. Nəticəsi də nədir? Xoşbəxtəm. I have passed an exam. Görürsünüz, have işlətdik. Pass qaydalıdır deyə qaydalının kökünə id artırdıq. I've passed an exam. I'm very happy. Məsələn, her eyes are full of tears. Onun gözləri yaşla dolub. Yəni hal-hazırda. Səbəb nədir? Kate has peeled the onion. Soğan soyub. Soğanı soyub deyə gözlərdə yaşla dolub. Nəticə olaraq gözləri yaşla dolub və gözünün yaşla dolmasına səbəb onun soğan soymasıdır. Soğanı biraz əvvəl soyub və nəticəsi odur ki, onun gözləri dolub. Buna görə biz burada Kate has peeled deyəcəyik, soyub. Çünki nəticə göstərir bizə ki, gözləri dolub. Buna sualını vermək istəyirsiniz. Have-lə has-i atacaqsınız şəxsin qabağına. Has he, məsələn, has he combed his hair, saçını darayıb. Yəni sizə belə quruluş olaraq onsuz lazım deyil. Sizə onsuz da sualdırsa, sual cümləsini verəcək. Siz yerinə tapasınız ki, bu keçmiş zamandırmı, indiki sadədirmi, bitmişdirmi? Onları qoyacaqsınız sadəcə yerinə. İnkarda da yenə haven't, hasn't, bu şəkildə biz bunu inkar edirik. Bəs mən nə biləcəm ki, mənim cümləm indiki bitmiş zamandadır? Təbii ki, bəzilərində belə sadəcə nəticə ilə verir. Biz oradan nəticədən tutmalıyıq ki, məsələn, bunun gözü dolubsa, bu soğanı soyub, bunu ıb-iblə deyəcəm, bitmiş zaman götürəcəm. Və yaxud da ola bilər ki, bizə zaman zərfləri versinlər. Birinci zaman zərfimiz ən çox istifadə olunanlar today, bir də this-dən sonra zaman bildirən sözlərin gəlməsidir. Məsələn, this month, bu ay, this year, bu il, this week, bu həftə. Bax, bu tip sözlər gördünüz, bilin ki, orada bitmiş zaman işlənməlidir. Məsələn, today. She has seen, bax, has seen. See, keçmişdə olur so, üçüncü forması olur seen. She has seen her granny today. O bugün nənəsini görüb, ıb-ib. Today olduğuna görə bitmiş zaman götürdük. Yaxud this week, bu həftə. Bu həftə deyirsə, this gördüksə, bitmiş zaman. We have played football this week. Biz bu həftə futbol oynamışıq. Mışmış. Have played verdik. Amma bir dənə əmmamız var. Əgər today və this sözünün qarşısında bunlardan dəqiq bir zaman işlənərsə, yəni bu zaman zərfləri indi, ondu, ətdi, bunlarla verilən bir zaman zərfləri işlənərsə, o zaman artıq bitmiş zaman işlədə bilmərik. Onda keçmiş sadə və yaxud da ola bilər gələcək sadə işlədək. Məsələn, deyirəm ki, bugün, bax, təkcə bugün olsaydı bitmiş zaman götürəcəkdim. Amma bugünün qabağında dəqiq zaman var. Bugün 2-də. Bugün 2-də artıq bu hərəkət oldu, qutardı. She saw her granny. Bugün 2-də nənəsini gördü. Təkcə bugün olsaydı bitmiş zaman götürəcəkdim. Amma bugünün qarşısında dəqiq zaman zərfi olduğuna görə mən keçmiş sadə götürməli oldum. Yaxud deyirəm ki, this week, bu həftə. Təkcə bu həftə olsa bitmiş zaman götürəcəm. Amma bu həftənin qarşısında dəqiq zaman zərfi var. 5-ci gün. Bu həftə 5-ci gün biz futbol oynadıq. We played football on Friday this week.
Yəni today ilə this week-də ehtiyatlı oluruq. Qarşısında dəqiq zaman zərfi varsa, keçmiş sadə zaman götürürük. Yoxdursa, bitmiş, indikinin bitmişini götürürük. Digər zaman zərflərimiz də nədir bitmiş zamanda? Already artıq deməkdir. Just indicə, never, ever, yet. Yeti amma harda işlədirik? Yeti sual və inkar cümlələrində işlədirik. Yəni yet olan cümlədə siz bitmiş götürəcəksiniz, amma o bitmişi inkarda götürməlisiniz. İnkar cümlə olmalıdır. Lately, recently son zamanlarda deməkdir. Many, several times dəfələrlə deməkdir. Bu times dəfələrlə. Və bu sözləri gördünüzsə bilin ki, orada artıq bitmiş zaman işlətməlisiniz. Bir də var since və for bitmiş zamanda. Since ilə for nə üçün işlənir? Since bəri deməkdir. Yəni hansısa bir hərəkət haçan başlayıb onun başlandığı nöqtəni bildirir ki, filan vaxtdan bəri. For amma o hərəkətin müddətini göstərir ki, bu qədər müddətli bu davam eləyir. Məsələn, deyirəm ki, I've known, bitmiş zamanı işlətdim. Niyə bitmiş zaman? Çünki for işlənib. I've known for him for 5 years. 5 ildir ki, onu tanıyıram. Yaxud, we have lived here since 2010. 2010-dan bəri burada yaşayırıq. Və bu tip cümlələrdə siz haçan since gördünüz, for gördünüz, orada bitmiş zaman işlədəcəksiniz. Bu belə. Bu hissəni hələ demirəm, bunu axırda quruluş uzlaşmada deyəcəm. İndiki bitmiş aydındır. Burada nəsə sualınız? Keçək onda keçmiş bitmişə. Past perfect. Bu da eyni şəkildə quruluşu yenə mübtəda. Orada indiki bitmişdə have has gəlirdi. Burada had gələcək. Bütün şəxslərlə ancaq had gəlir. Və yenə feil 3-cü formada olur. Yəni qaydalılar idi, qaydasızlar da kökündən dəyişirlər. Bu şəkildə. Və bunun quruluşunda onun kimi bir dəyişiklik olmur, eyni olur, sadəcə bir dənə had olur burada. Burada məsələ nədir? Hadisə yenə keçmişdə baş verib. Amma nəticəsi hal-hazırda göz önündə deyil. Özü keçmişdə baş verib, nəticə də elə keçmişdə qalıb qutarıb. İndi ilə əlaqəsi yoxdur bunun. Bunlara da deyirik keçmişdə bitmiş. Yəni keçmişin bitmişi bu şəkildə. Məsələn, bax sənə cümlə verib ki, they were very happy. Onlar xoşbəxt idi. Were-dən bilirəm ki, bu cümlə keçmişdədir də. They are happy olsaydı, onlar xoşbəxtdir. Onda indiki bitmiş götürəcəkdim. Çünki nəticəsi onların indi xoşbəxt olmalıdır. Amma deyir, onlar xoşbəxt idi. Cümlə keçmişdədir. Cümlə keçmişdədirsə, mən bu tərəfi də indiki bitmiş yox, keçmiş bitmişi götürəcəm. Keçmişdə onların xoşbəxt olma səbəbi nə idi? Oyunu udmuşdular. The team had won the game. Oyunu udmuşdular. İndiki bitmişimiz mışmış idi. Hadimiz mışdı. Yəni keçmişdə olmuşdu. Və belə, bu şəkildə. Yaxud, məsələn, digər cümlədə. They had already painted the walls when I came. Came keçmişdədirmi? Came. Mən bu tərəfi cümlənin keçmiş götürürəmsə, buranı da götürməliyəm keçmişin bitmişi. Had already painted. Mən evə gələndə, when I came, came keçmişdədir. Mən evə gələndə onlar artıq divarları rəngləmişdi. Had painted. Buranı da verəcəm keçmişdə. Yəni bunları variantlarla uzlaşdıracaqsınız. Bu tərəfi keçmiş götürürsənsə, bu tərəfi də keçmişin bitmişi götürəcəksən. Bunun da zaman zərfləri eyni şəkildə already, just, yet, never, since, for. Burada bir dənə əlavəmiz var ki, by. By'dan sonra zaman bildirən sözlər. By'dan sonra zaman bildirən sözlər gəlirsə əgər, biz orada keçmiş bitmiş götürürük. İndiki bitmiş yox. Məsələn, bax cümlədə təkcə yes dediyi olsa dünən. Götürəcəm keçmiş sadə. Amma dünənin qabağında var by 3 o'clock. By qədər deməkdir, 3-ə qədər. Dünən 3-ə qədər. Dünən 3-ə qədər mən stansiyaya artıq çatmışdım. They had arrived at the station by 3 o'clock yesterday. Dünən 3-ə qədər onlar stansiyaya çatmışdılar. Təkcə yesterday olsa deyəcəm onlar dünən stansiyaya çatdı. They arrived. Amma
By ilə versə ki, 3-ə qədər, 5-ə qədər, bəzən olur verir by that time. Bu vaxta qədər, by that time. Bunlarda artıq biz götürürük keçmişin bitmişini. Dünən o vaxta qədər o hadisə olub qutarıb. Aydındır keçmişin bitmişi də? Bəli. İndi bir dənə də gələcəyin bitmişi var. Bu da elə gələcəkdə baş verəcək. Gələcəkdə də müəyyən vaxtda bitəcək. Bunu necə yanaşırıq? İndiki bitmiş zamanın quruluşu nə idi? Have, üstə gələk fiilin 3-cü forması, həm? Has yoxdur gələcəkdə. Ancaq have. O have-in qabağına da bir dənə ya shall qoyacaq, ya will. Yəni shall, will, üstə gələk have və fiilin 3-cü forması. Bunun cəmi bircə dənə zaman zərfi var. Bu zaman zərfini görəndə götürəcəksiniz. By, üstə gələk zaman bildirən söz. Deyəcəksiniz ki, bu keçmişdə də var idi. Keçmişin bitmişində də. Amma keçmişdə nə var idi? Yanında bir yesterday filan var idi də, keçmişə aid bir işarə var idi. Oradan biz bilirdik ki, burada söhbət keçmişdən gedir. Keçmişdən gedirsə, by'dan sonra keçmiş zaman gəlibsə əgər, keçmiş bitmiş götürürsünüz. By'dan sonra gələcək zaman gəlibsə, tomorrow, məsələn, sabah, onda gələcəyin bitmişini götürürsünüz. Bax, məsələn, deyir ki, they will have arrived. Will have arrived. Gələcəyin bitmiş oldu mu? At the airport by dinner tomorrow. Sabah nahara qədər onlar aeroporta çatmış olacaq. Çatmış olacaq. Gələcəkdə bitəcək. Sabah saat, sabah nahara qədər bu iş artıq olub qutaracaq. Yaxud I will have informed you of their arrival by 2 o'clock tomorrow. Sabah 2-yə qədər, mən onların gəlişindən səni məlumatlandırmış olacam. Burada da gələcəyin bitmişini götürdük. Yəni, by'dan sonra gördünüz keçmiş gəlib, götürəcəksiniz had. By'dan sonra gələcəyə aid sözlər gəlibsə tomorrow filan, götürəcəksiniz gələcəyin bitmişini. Ola bilər ki, yenə by that time versin, bayaqki kimi. By that time olanda həmişə ondan sonra baxacaqsınız. Keçmiş zaman gəlibsə had olacaq. Gələcək bir də indiki ilə uzlaşır daxı. By that time-dan sonra indiki sadə zaman gəlsə, onda siz artıq onu gələcəyin bitmişindən uzlaşdıracaqsınız. By that time-dan sonra keçmiş gəlsə, keçmiş götürəcəksiniz. İndiki gəlsə, gələcəyin bitmişini götürəcəksiniz. Bu da aydındır. Bura qədər nəsə sualınız varsa verə bilərsiniz. İndi qaldı bir dənə bu hər iki bitmişlərin, yəni keçmiş və indiki bitmişin davam edici forması. O da necə olur? 2 dənə zaman zərfi var bunun. Davam edici olması üçün ya onun forla işlənməsi lazımdır, ya da since-lə işlənməsi lazımdır davam edici olması üçün. Davam edicinin quruluşu necədir? Yenə have has-i deyirsiniz, amma indi ortada bir dənə been olur. Have has been. Sonra da feilin kökündə ing olur. Have has been ing. Keçmişində də had been ing. Had been ing. Və hər ikisində də since olur və for olur. Bu necədir? Hansısa bir hərəkət keçmişdə baş verib, amma hələ də davam eləyir. Məsələn, bax, gəlib soruşursunuz ki, filan kəs hardadır? Deyirəm ki, 2 saatdır ki, işləyir bağda. 2 saat. 2 saat əvvəl gedib bağa işləməyə hələ də işləyir. Nəticəsi nədir? Bu insan burada yoxdur da. Soruşsan hardadır? Nəticəsi bunun burada olmamalıdır. Bu hardasa işləyir. 2 saat əvvəl başlayıb və hələ də davam edir. Əgər keçmişdə başlayıb hələ də davam eləyirsə bir hərəkət, bir barmaq mən indi danışıram. I am speaking. Bu ayrı şey. Deyirəm ki, hə, indi danışıram. Biri də var, onu göstərirəm ki, hə, 2 saatdır ki, danışıram. Yaxud 2 saatdır ki, işləyirəm. Səhərdən bəri işləyirəm, since morning məsələn. Zamanını göstərirəmsə ki, bu qədər müddət, yaxud filan vaxtdan bəri, onda biz bitmişin davam edicisini işlədəcəyik. Məsələn,
It's been living in California for 20 years. 20 ildir ki Kaliforniyada yaşayır. 20 il əvvəl köçüb ora, hələ də orada yaşayır. Onda bitmişin davam etsin verəcək. He has been training since morning. He looks tired. Və nəticəsini də göstərib ki, yorğundur. Yorğundursa, səhərdən bəri məşq eləyir. He has been training. It has been raining for 2 hours. 3 saatdir ki, yağış yağır. 3 saatdir ki, nəticəsini də yanında verəcək ki, the ground is wet. Yerdə nəmdir, yaşdır. Yer yaşdırsa, nəticəsi də onun. Niyə yaşdır? Yağış yağıb. Özü də forla verib ki, 3 saatdir ki, yağış yağıb. Onda yanına bir dənə ing, bin ortaya bin, feilin kökünə də ing. Eyni şey past perfect üçün də aiddir. Amma artıq past perfect-də sənin onsuz da o cümləndə keçmişə aid bir işarə olur. Məsələn, ikinci tərəfdə came var. Bilirəm ki, cümlə keçmişdədir. Keçmişdədirsə keçmiş bitmişin davam etsin götürəcəm. Və burada bayaqdan deyirdik ki, the ground is wet-də is demişik. İndiki zaman vermişik. O belə olsa ki, the ground was wet. Was wet-sə artıq it had been raining deyəcəm. Keçmişin bitmişinin davam etsin işlədəcəm. Had olacaq. Yəni sizin həmişə orada bir göstəriciniz olacaq. O cümlənin göstəricisi sizə deyəcək, bu cümlə keçmişdimi, yoxsa indikidirmi? İndikidirsə indikinin, keçmişsə keçmişinkini götürəcəksiniz. Bu da belə. Bax, bitmişlərlə bağlı qayda olaraq bilməli olduğunuz şeylər bunlardır. Və bunların asan yolu da ki, bizim o bağlayıcıları izləməyimizdir. Bax, bu since bağlayıcısı bitmişlərdə ən çox düşən bağlayıcıdır. Since-də həmişə nəyə diqqət edirsiniz? Since cümlənin əvvəlində gəldi, ortasında gəldi, fərqi yoxdur. Since-dən dərhal sonra ancaq gəlməlidir keçmiş sadə. Yadınızdadırsa biz deyirdik ki, cümlənin bir tərəfi keçmişdirsə, o biri tərəfdə keçmiş olmalıdır. İndikidirsə, ya indiki olmalıdır, ya da gələcək olmalıdır. Belə deyirdik. Amma since-də bu qayda pozulur. Since-də bura keçmişdirsə, yəni uzlaşmanı yeganə pozan bağlayıcı since-dir. Since-dən dərhal sonra həmişə istisnasız gəlir keçmiş sadə zaman. Bax, since-dən sonra nə götürmüşük? Moved. Sadə keçmişi götürmüşük. Since-dən sonra həmişə keçmiş sadə gəlir. Since-in qarşısı isə həmişə ya indikinin bitmiş olur, ya da keçmişin bitmiş olur. Amma 80% hallarda indikinin bitmiş olur. Keçmiş bitmiş haçan olar. Əgər sənə, bax, since-in qarşısında buranı elə bir sənə verib boş. Bu work hissəsini boş verib. Əgər lap qarşıda, o boşluqdan da qarşıda keçmişə aid bir söz varsa, məsələn, dedi, said, told, played, oynadı. Nəsə, feil keçmişdə işlənəcəkdə lap əvvəldə. Lap əvvəldə keçmişə aid bir söz varsa, deməli since-in qarşısı had olacaq. Had. Amma birinci suala baxın. They have done. Have done bizim bitmişimizdə. Have done-ın qarşısında keçmişə aid nəsə varmı? Yoxdur. Yoxdursa olacaq indiki bitmiş. Yəni, since-dən sonra həmişə keçmiş sadə, since-in qarşısında indiki bitmiş və ya keçmiş bitmiş. Keçmiş bitmiş o zaman olar ki, lap əvvəldə keçmişə aid bir feil olsun. Yoxdursa indiki bitmişi götürürük. Sonra after. After-də qaydamız necədir? After-nin qarşısında, yəni digər cümlədə. Birinci belə deyək, after-dən dərhal sonrasını deyək ki, bu after harda işlənməsinə yenə asılı olmayaraq cümlənin əvvəlində işləndi, ortasında işləndi, fərqi yoxdur. Biz after-dən sonra işlədəcəyik past perfect, keçmişin bitmişi, ya continuous'unu seçəcəyik, davam edici, keçmiş bitmişin. Ya davam edici, ya da onun keçmiş bitmiş formasını. Digər cümlədə isə artıq biz işlətməliyik past simple, indiki sadə zaman. Və məsələn, after ardic işlədəcəm, had cleaned. Keçmiş bitmişi işlətdim. O biri cümlədə də işlədəcəm, keçmiş sadə. Bir də bu hədə bir siz nətər yanaşın. Keçmişdə olan hadisə, məsələn, 2 dənə hadisə olur da keçmişdə. Deyirəm ki, məsələn,
Mən evə gələndə kimsə evə girmişdi. Bir mənim evə gəlməyim var, bir də kiminsə mənim evimə girməyi var. Mən evə gələndə kimsə evə girmişdi. Hansı hadisə daha əvvəl baş verirsə, onu biz had olaraq götürürük, had. Mən evə gələndə kimsə evimə girmişdi. Kiminsə evə girməyi mən gəlməmişdən əvvəl olub. Ona görə evə girmişdi hissəsini biz keçmişdə verəcəyik. Somebody had broken into my house, had broken. Keçmişdə veririk, keçmişin bitmişində. When I came home, mən evə gələndə. Yəni hansı daha əvvəl olubsa, onu həmişə keçmişin bitmişində verəcəksiniz. Bir də bax bu hardly, scarcely, no sooner, barely ilə başlayan cümlələr. Bu cümlələrdə nəyə diqqət edirsiniz? Görsəz cümləniz hardly ilə başlayıb, no sooner ilə başlayıb, nə bilim scarcely olsun, barely olsun. Onlardan dərhal sonra gəlir keçmiş bitmiş, hardly'dir, no sooner'dır. Bunlardan sonra gəlir ki, ancaq və ancaq həmişə keçmiş bitmiş, həmişə. Digər tərəfdə isə bunların hamısı when-dən işlənir. Bir dənə no sooner-ın bağlayıcısı zəndir. Digər tərəfdə isə keçmiş sadə, zəndən sonra, when-dən sonra, zəndən sonra gələcək keçmiş sadə və asked, visited. Yəni bunları gördünüz. Birinci tərəfində bunlar hardly'dir, scarce'dir, no sooner, barely. Bunlardan sonra keçmiş bitmiş. Digər cümlədə isə when-dən, zətdən sonra götürəcəksiniz keçmişin sadəsini. Bu da bayaq dediyim by the time məsələsi. By olan cümlədə ancaq 2 dənə zaman işlənər. Ya keçmiş bitmiş, yəni ya had işlənəcək, ya da gələcəyin bitmişi. Will have. Will have, sonra da feilin 3-cü forması. Yəni harda by gördünüz, orada ya had qoymalısınız, ya da will have qoymalısınız. Tez gedirsiniz o birisi tərəfə. Bu tərəfdə keçmiş götürürsənsə, təbii ki had olacaq. Keçmiş. Bu tərəfi indiki götürürsənsə əgər, onda gələcəyin bitmiş olacaq, will have. Məsələn, by the time-ı verib. By the time-dan sonra arrived. By the time-dan sonra həmişə biz sadələri götürürük. Arrived keçmişdir. Bura keçmişsə, bu tərəfdə keçmiş bitmiş olacaq. Yaxud bax, by the time gəlib ortada indi. By the time-dan sonra nə gəlib? Comes, indiki sadə. Bura indiki sadə gəlibsə, deməli, burada da gələcək zaman olacaq. Gələcəyin bitmiş olacaq. Will have completed. İndiki isə gələcək. Keçmiş isə keçmişin bitmişi. Bu da belə. Buradan nəsə sualınız? Yoxdur mənim. Bu elə sizə atdığım PDF-dir. Yenə ardını buradan baxacaqsınız. Da oxumaq üçün. Bu hissəyə baxarsınız. Test olaraq da yazacam, dimdən verəcəm. Öz işlətdiyimiz Master Dim kitabından. Yazacam, amma hansı aralığı işləyərsiniz. Çünki orada modallar da var. Qarışıq olmasın deyə. Deyəcəm, hansı aralığı işləyin. Bu belə. Sonra başqa bizdə nə var idi yoxlanılası? Sözlər vermişdiniz, irregular 2 sayfa. Sözlər, hansının sözləri idi o? Qaydasız feillər vermişdiniz 2 sayfa. Qaydasız feillər. Müəllimə, atdığınız PDF-in ardını işləməliyik gələn dərsə, dimdən işləyəcəyik. Yox. Bu öz Master Dim kitabımız var ha. Bəli. Mətnlər işlədiyimiz. Oradan deyəcəm işləyərsiniz. Aralığı özüm yazacağam. Hansı da aralığı işləyin. 21 ilə neçə arası olmalıdır. Oranı deyəcəm, oradan işləyərsiniz. Orada artıq qarışıqdır. Sadə, davam edici, bitmiş. Hamısı qarışıqdır. Göstəricilərlə tapacaqsınız. Atdığınız PDF-i də onunla bərabər işləyəcək, elədir? Hə. O heç. Onu elə axıra vurarsınız. Orada ancaq sadələrdir. Amma mən Master Dimdə ikisi də qarışıq olacaq.
Deməli. Aydın, bir de bizim ikinci kitapta da bitti de sözler. Başkaları da var gələcəyimiz. Bəli, bəli. 2 bitdi. Axırıncı dəfə 30-cu unitə qədər vermişdiniz. Ha, əla. Hə, yenisini atacağam onda. Sonra yenə var, yəni. Bəli, bəli. Hə, qəbula kimi oxuyacağıq biz. Dekabrada 3-cü kitabı bitirək, sonra keçəcək qəbul sözlərini əzbərləməyə. İki səhifə vermişəm, hə? Bəli. Tamam. Elə Rəna, başlayaq səndən. Ağlamaq. Cry. Aha, indi cry qaydalıdır. Hə, 3 formasında deyim. Hı. Dəqiq mənim deyim. Bizə indi VIP var, ha, o lazımdır, qaydasız olan. Whipped, sonu T olan. Bəli. Sonra incitmək. Hard. Hı -hı. Yayılmaq. Yayılmaq. Spread eynidir. Aha, bəli, eyni şəkil. Bax, keçən qəbula bu düşmüşdü, negativlərin içində spread sözü. O da kökündən dəyişmədiyi, eyni qaldığı üçün çaşmışlar, ləbilmişlər, indiki zamandadır spread. Amma keçmişdəydi, orada did lazım idi bizə, onu götürməmişdilər çox uşaqda, yəni bilməyənlər. Əldə etmək, qazanmaq. Əldə etmək. Got. Hı -hı. Hiss etmək. Hiss etmək. Feel. Bəli, felt. Bəli. Qarşılamaq, görüşmək. Qarşılamaq. Met. Bəli, met. Savaşmaq, döyüşmək. Savaşmaq. Fight, fought. Aha, demək. Demək. Say, said. Hı -hı. Bir də tell də var. Bəli. O eynidir deyəsən. Tell. Yox, o told olur. Hə, bəli, tell, told. Yes. Eşitmək də deyək. Eşitmək. Bir dəqiqə deyəcəm. Hear. Hear. Hear, hurt. H-R olur, axırında D artırıq keçmişdən olur. Bəli. Okay, tamam. Sonra keçək Suzana. Bəli. Tapmaq. Tapmaq. Birinci kitapta da var idi bu. Yerlerini bilirəm özünü. Find. Find. Found. Find, found. Bəli. Satmaq. Satmak. Bir dakika. Hı -hı. Saklamak, keep idi. Satmak. Bəli. Sell. Sold. 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 Bəli. Sell, sold. Bəli. Sonra düzəltmək. Düzeltmek. Make. Aha, make. Öyle, Made. Made. Make. Sonra yatmaq. sleep. Aha. Bilirəm.
Bir də sleep, slept, slept. I saw sleep, sleep, sleep. İtirmək, uduzmaq. Gitmek, uduzmak. Yok, bu Lose. Lose, lost, lost. Hı. Lose, lost, lost. Qoymaq, koyma. Put. 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 Bəli, put eyni qalır. Put, put, put. Heç nə dəyişmir. Yaxşı, kəsmək, kat. Kat, kat, kat. Kat, kat, ha. Bəli, o da dəyişmir. Kat, kat, kat. Eyni şəkildə qalır. Tamam, birini də verim. Almaq, buy. Buy, bought, bought. So, bəli. Bought, bought. Düz. Tamam. Sonra İlknur. Bəli, müəllim. Deməli, deyək, göndərmək. Send, send, send. Görüşmək, qarşılamaq. Meet, meet, meet. Met, eyə çevrilir. Birində ikisində biri, birində iki. Bəli. Öyrənmək. Learn, 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 learn. Aha, learn, learned, learned. Ya da tınla da deyə bilərsən. Hiss etmək. Feel, felt, felt. Borc vermək. Lend, lend, lend. Bəli, lend. Borc vermək. Dınan olan, lend, sonra lend. t olacaq. Lend, lend. Evet. Örtmək, bağlamaq. Shut. Shot, shot, shot gedir. Eyni qalır. Dəyişmir. Sonra fikirləşmək, düşünmək. Men deyildi, yox. Think, Düşünmək. düşünmək. Bəli, spank. Think, thought, thought. Eyni qalır. Thought, thought. T-hı, o-u, c-hı, t. Bu şəkildə. Xərcləmək. Keçirmək, xərcləmək, sərf eləmək. Spend, Spend. Spend, Spend, spend. spend. Və d t-ya çevrilir. Spend, spend, spend. Tamam, birini də soruşaq. Ödəmək. Pay. Paid, paid. Ödəmək. Hə, pay, paid, paid. Bax, bu say kimi olur. Demək, say, said, said. Ödəmək də pay, paid, paid. Paid yazılır. Baxıyorum. Okey, tamam. Sonra keçək. Kim var burada? Bəhriyə. Bəli. Deyək. Korlamaq, xarab etmək. Spoil, spoil, spoil. Hecalamaq. Hecalamaq. Spell, spell, spell. Aha, iynəmək, qoxlamaq. İnəmək. Smell. Smell, smell, smell. İnək deyəsən o. Smelt, bəli. Sonra oturmaq. Sit, sit, sit. Göndərmək. Send. D, t, t, send, send, send. Bəli. Yandırmaq. Burn, burn, burned.
Aha. Borc vermək, Lend. partlamaq, Partlamaq. burst, Burst. Ya onu bilmirəm. eyni qalır. Burst. Burst. Bu urusıtı. Hə, yadıma düşdü. Yes. Okey, tamam. Əla. Sonra kim var burada? Neycan. Bir səhv öyrənə bilmişəm mən. Bir səhvə, tamam. Örtmək, bağlamaq. Shut. Hı -hı. Yaymaq, yayılmaq. Spread. Hı -hı. Hiss etmək. Felt. Əldə eləmək. Əldə eləmək. Got. Saxlamaq. Kept. Arzulamaq. Wish. Yox. İndi bu wish qaydalıdır. Bu dream. Dreamed. Hı -hı. Borc vermək. Lend. Mərc etmək. Bet. Hı -hı. Partlamaq. Burst. Kəsmək. Cut. İncitmək. Hurt. İcazə vermək. Let. Oxumaq. Read. Hı -hı. Elə bir onun yazılış eyni qalır. Deyilişi dəyişir. Read olur. Nə qaldı? Tikmək. Necə verdim? Tikmək. Tikmək. Qurmaq, tikmək. Made. O da düzəltmək. Bir də build var, build. Build. Bəli. Okay, əla. Kim qaldı burada? Ayxan, öyrənmişik. Müəllim, mən ikinci gün dərsə verirəm də olmaz. Yaxşı, tamam. Kim var burada? Güney xanım, siz baxmısınız? Bəli, buyurun. İtirmək, uduzmaq. Lost. Losing. Elə lost. Lost. Tərk eləmək. Leave-lə olan. Leave, left. Bəli. Öyrənmək. Learn. Saxlamaq. Kept. Əldə etmək. Got. Borc vermək. Lend. Lend. T olacaq. Lend. Sonra qoymaq. Put. To есть hamısı ulu da. Bəli, eyni şəkildə. Gətirmək. Bring. Bring brought. Oy, sorry, Hə. brought. Bəli, üçüncüsü də eyni qalır brought kimi. Almaq. Buy, bought. Savaşmaq, döyüşmək. Fight. Fought. Xarab eləmək, korlamaq. Spoil. Spoiled. T. O Bəli. dəyişməyəndi. Yox, dəyişəcək. T olacaq bir dənə. Spoiled. Yatmaq. O birisi fail. Hepsi okey. Sleep. Aha. Göndərmək. Send. Qoxlamaq. Ama. Smell. Smelt. Okay. Birində soruşaq. Eşitmək. Hear, heard. Bəli. Allah. Sonra kim qaldı mən soruşmadığım? Yaxşı, Lətafət. Səndən soruşmuşam. Mənim bizdən əanidə soruşmusunuz, bəli. Hə, tamam. Təfir vermişik.
Tamam, hə, yadıma düşdü. Deməli, başqa nə? O biri unit 30-u da soruşmalıyam. Xeyr, bu dəfə üçün bunlar idi. Onu soruşmuşdum yoxsa necə? Mən dərsə qoşulmamışdım həmin gün, amma keçən dərs tapşırmışdım. Soruşmuşdum uşaqlar 30-u. Soruşmamışdınız əslində mənim. Soruşma oldu, gəlin soruşum onda. Amma soruşmaya da bilərsiniz əslində. Gələn dərs yaxarsın. Soruşmaya da bilərəm, eləmi? Bəli. Dənə 30-la, hə, biz bitirmişik də onu. Onda gəlin bilirik. Mən yenini atacağam sizə. Onsuz qaydasızları öyrənirsiniz də hələ. 2 səhifəmiz qalıb səhv eləmirəmsə. Bu neçə səhifə idi? İki səhifəmiz qalıb. O 2 səhifəyə baxarsınız, bir dənə unit götürərsiniz üstəgəl. Yeni atdığımdan. Bir dənə 2 səhifə qaydasız götürəcəksiniz, bir dənə unit götürəcəksiniz. Bir də yenə 2 dənə mətn və testlərimiz. Bizim sinonimlərdə qalıb müəllim. Sinonim. Onu vermişdim ümumiyyətlə. Başlamışıq da sizə sinonimlərə. 50-yə qədər Başlamışıq 50-dən 60-a kimi idi ən axırıncı dəfə. Aha. Onu soruşmuşam mı 50-60 arası? Soruşmamışsınız. Onu da soruşmamışıq. gələn dərs təkrar edəcəksən. Onda belə elə 60-a qədər vermişəm hə? Bəli, 50-60 aralığı. Okey. Onda 70-i də götürün, gələn dərs o 20 dənəni soruşum, 50-70 arasını. Oldu mən. Amma yadıma salına mütləq. Mənim yadımdan çıxır. Yaxşı. Ya da qrupa indi yazacağam elə. Qalsın orada da. Sinonim, yəni sinonim söz, qaydasız, testlər və 2 mətn də yenə öz həmişəki kimi. Dinləmə və ST-də verəcəksiniz müəllim. Dinləməni nəyə verəcəm? Dinləmə axırıncı dəfə 24-25 istəmişdim. Axırıncı Hə, 24-25. Onu yazmışsan? Bəli. Aha, əla. Onu vermişdim yoxsa? Qrupa yazılmamışdı. Amma axırıncı dəfə işləri imza əsasən 24-25 işləməliydik. Yəqin yadımdan çıxıb yazmamışam o. Mən yazdım, yazmadım. Siz hər dəfə ağlınızda onsuz onu saxlayın ki, 2 dənə listening üstə gəlin. Bəzən çünki elə tələsik yazıram, arada yadımdan çıxır itir o. İndi götürəcəksiniz 26-27. İndi atacağım. Mən bir də dilin kitabında mətnlərdən sonra axırda esselər var ya, onlardan yazacağıq. Hə. Onlar sadəcə o hissədə opinion esse veriblər ancaq. Advantage, disadvantage verməyiblər deyə ona görə sizə oradan hələ vermirdim. Amma indi mən 3-cü gün sizə artıq opinionu keçəcəm. Onu keçəndən sonra oradan götürəcəyik ümumiyyətlə. Onlar mövzular da elə deyil. Bəli, bir də nə edəcəm? Sizə keçən il mən onların hamısına aid esse yazdım. Oradakı 49 esse var ha. Onun hamısını şablon olaraq hazır esselər yazmışam. Onları atacağam sizə. Belə özünüz də onsuz da mənə yazıb atacaqsınız. Yoxlamaq kimi, yenə həmişəki kimi. Sadəcə onu da atacağam ki, oxuyasınız və bir fikir formalaşa ki, məsələn, tutaq ki, məsələn, təbiətin qorunması ilə bağlı essedir. Bu mənə bu tip bir esse düşsə, mən nə yaza bilərəm də ora. Fikir formalaşdırmaq üçün mən öz yazdığım hazırları atacağam sizə. Siz oradan oxuyub biraz cümlə quruluşlarından, nə bilim, sözlərdən belə ağlınızda saxlayıb nələrsə eləyə bilərsiniz onlarla. Yəni, hər il qəbula yaxın uşaqlar götürür çoxsu elə o mövzuları oxuyurlar ki, biraz fikir formalaşsın ki, nəsə düşsə, heç olmasa biraz bir şeylər yaza bilsinlər. Bu da belə. Onda başqa sualınız? Çox sağ olun mənim. Sağ olun. Yaxşı onda, sağ olun. Gecəniz xeyrə. Sağ olun müəllim. Sağ olun.